Qadınlarımızda yaşla bağlı, doğumlara bağlı, bəzi yanaşı xəstəliklərdə qarın içi təzyiqinin artmasına bağlı, bəzən orqan sallanmaları, uşaqlıq, düz bağırsaq sallanması, sidik qaçırma kimi şikayətlər olur. Bunun üçün də vaxtında həkimə müraciət etmək lazımdır. Çünki sidik qaçırmalara bir şəkildə dayanmaq doğru deyil. Sidik hissəsinin içərisində rezidu sidik qalır və bu da sonradan təhlükəli xəstəliklərə belə gətirib çıxarda bilir. Yəni zamanında sidik qaçırma əməliyyatı, orqan sallanmaları problemi aradan qaldırılmalıdır. Genəldə sidik qaçırma ilə gələn xəstələr öskürərkən, asqırarkən, pilləkən çıxarkən sidik qaçırtdıqlarını söyləyirlər. Bəziləri də yox, məndə bu şikayətlər yoxdur, sadəcə tualetə gedərkən yetişəmirəm deyə gəlirlər. Bunlar həmin o öskürərkən, asqırarkən olan stres inkontinensıdır ki, müalicəsində TOT TVT əməliyyatları edirik. Çox qısa bir əməliyyatdır. Sonradan o problemli həyatları aradan qalxmış olur. Uşaqlıq düz bağırsaq sallanması da, eyni zamanda sidik hissəsi sallanması da əməliyyatlar olaraq, müdaxilələr olaraq çox qısa bir zamanda o problemlər aradan qaldırıla bilir. Mütləq qaldırılmalıdır, yoxsa get-gedə durumun daha da ağır olmasına səbəb ola bilər.